Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Allah Teala gelen günlerinizi hayren eylesin. Bildiğiniz gibi bugün hicablı bacılarımızın ve analarımızın bayram günləridir, hicab günü münasibətilə. Bu münasibət ilə bütün hicablı qadınlarımızı, ana və bacılarımızı təbrik edirəm. Allah hicab giyən ana və bacılarımıza hicaba görə maneçilik edənlərə lənət etsin ki, belələrinə lənət yaraşır. Çünki belələri Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə koyduğu qayda qanunlara qarşı çıxmış sayılırlar. İrəlidə sizə vədə vermişəm də Ayət-əl Kürsi ki, namazdan sonra oxunur. Yəni çox fəzilətli bir ayədir. O ayənin fəzilətləri haqqında sizə bir qədər məlumat vermək istəyirəm. Onu da sizə deyim ki, özünüz də bilirsiniz də, yəni adi bir də görürsən biri dua yazır, o duaya minlərlə, 2000, 3000, 5000 bəyənmələr gəlir, bir dənə duadan ötəri, yəni orada bir dənə xeyri var. Amma Ayət-əl Kürsünün haqqında 100 dənə, yəni hədis var. Baxmayaraq ki, mən indi burada o 100 dənənin hamısını sizə deyə bilməyəcəm. Onlardan bəzilərini, yəni burada seçib qeyd etmişəm. Onların haqqında sizə bir qədər məlumat verəcəm ki, Ayət-əl Kürsünün fəzilətini azca da olsa siz biləsiniz. Ayət-əl Kürsünün özündə mən ərəb dilində siz üçün oxumuram. Çünki irəlidə mən ərəb dilində sizə oxumuşam. İstəyənlər olsa həmən söhbətə, yəni baxarlar, bilərlər. Müstədrəkul Vəsail kitabında rəvayətdir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir kişidən soruşdu. Qur'anın ən əzəmətli ayəsi hansıdır? Kişi cavab verdi ki, Allah və onun Peyğəmbəri daha yaxşısını bilir. Peyğəmbər sallallahu aleyhi və səlləm ikinci dəfə sual etdi ki, kişi yenə həmən cavabı verdi. Peyğəmbər sallallahu aleyhi və səlləm yenə sualı təkrar etdi. Kişi yenə də həmən sözləri dedi. Bu zaman Peyğəmbər salavatullah buyurdu. Qur'anın ən əzəmətli ayəsi Ayət-əl Kürsüdür. Peyğəmbər sallallahu aleyhi və səlləmin sualı bir neçə dəfə təkrar etməsindən burada məqsəd bu mövzunun əhəmiyyətli, yəni Ayət-əl Kürsünün əzəmətli olmasını bildirməkdədir. Peyğəmbər salavatullah yenə buyurmuşdur. Meraz gecəsi 2 bükülmüş səhifə gördüm. Birində Fatihə surəsi, o birində isə bütün Qur'an yazılmışdı. Bu iki lövhədən 3 nur saçırdı. Cəbrail əleyhissalamdan soruşdum ki, bu nurlar nədir? Cəbrail əleyhissalam dedi, bu nurun biri İxlas surəsinin, biri Yasin surəsinin, üçüncüsü isə Ayət-əl Kürsünündür. Yəni, Qur'an-ı Kərimdə belə məlum olur ki, İxlas surəsi, Ayət-əl Kürsü, bir də ki, Yasin surəsi ən əzəmətli surələrdir. Surələr və ayələrdir. Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayətdir ki, Ayət-əl Kürsü oxunan evə 30 gün şeytan, 40 gün isə sehrbazlar daxil ola bilməzlər. Rəvayətdir ki, Ayət-əl Kürsü nazil olan gecə şeytan özündə qorxu hiss etdi. Mədinəyə gəlib bir kişidən soruşdu. Bu
bu gece ne hadise baş verip? Kişi cevap verdi ki, bu gece Ayet-el Kürsü nazil olup. İmam-ı Bakir aleyhisselam buyurmuştur. Kim bir defa Ayet-el Kürsü'nü okusa, Allah Teala ondan 1000 dünya ve 1000 ahiret belasını def eder. Tabi bu belaların bir dene adını demir. Ayet-el Kürsü'nü bir defa okuyandan 1000 tane dünya ve 1000 tane ahiret belası uzak olar. Dünya belalarının en asanı kasıbçılık, ahiret belalarının en asanı ise qəbir əzabıdır. İmam-ı Sadiq aleyhisselam buyurmuştur. Her şeyin bir ucalığı var. Kur'an'ın da ucalığı Ayet-el Kürsüdür. Peygamber sallallahu aleyhi ve sellem buyurmuştur. Kim her vacibi namazdan sonra Ayet-el Kürsü'nü okursa Allah onun ruhunu əzizləyər ve Peygamber salavatullah yanında cihad edip şəhid olmuş şəxs kimi olar. Yani şəhidin savabı ona verilir. Hazreti Ali aleyhisselam buyurur, Peygamber salavatullah buyurmuştur. Kim her vacibi namazdan sonra Ayet-el Kürsü'nü okursa, onunla behişt arasında yalnız ölüm fasile salabilir ve onu həmişə bir abid ya düz danışan şəxs qoruyar. Kim yatan zaman onu okursa, Allah onun özünü, evini ve komşularının evini koruyar. Cabir İbni Abdullah Peygamber salavatullah'dan rivayet edir ki, Allah Teala Musa Peygamber'e vahiy ederek buyurdu. Kim her namazdan sonra Ayet-el Kürsü'nü okursa, ona şükür edenlerin kalbini, peygamberlerin ecrini ve mühlis bendelerimin emelini ata ederim. Yani mühlis bendelerimin emelini ata ederim dedi de yani savablarını veririm. Musa aleyhisselam soruştu. Məgər buna kim emel edir? Allah Teala buyurdu. Ona yalnız peygamber, mühlis bendeler razı olduğum kişi ve şehadete nail edeceğim bendeler emel eder. Yani her insan her namazdan sonra Ayet-el Kürsü'nü okumur da. Əsl həqiqətdə də mən çox görmüşəm də namaz qılanları. İndi ad desəm qeybət olar. Elə namazı qılan kimi bir də görsən ki, o sərdiləri, o səzdəgah adı ki var, onu həmən dəqiqə yığdılar, qoydular bir tərəfə, canamazların yığdılar, qoydular bir tərəfə, yallah, getdilər, heç dua oxumayı nədir, belə şeylər yadlarına düşmür. Peygamber sallallahu buyurmuştur. Kim her vacibi namazdan sonra Ayet-el Kürsü'nü okursa, kıldığı namaz kabul olar ve Allah onu koruyar. Hazreti Ali aleyhisselam rivayet edir ki, Peygamber sallallahu mənə buyurdu. Ya Ali, her vacibi namazın ardınca Ayet-el Kürsü'nü oku. Buna yalnız Peygamber, mühlis ve şehadete nail olacak bendeler emel ederler. Məcmül Bəyan təfsirində rəvayətdir ki, kim hər gecə Bəqərə surəsindən 10 ayə bir evdə oxusa, o evə şeytan daxil olmaz. Bu 10 ayə isə surənin, yəni Bəqərə surəsində olan 10 ayədir. İlk 4 ayəsi, yəni Bismillahdan sonra gələn 4 dənə ayədir. Sonra ortada olan Ayet-el Kürsüdür, bir də ki, axırdan 3 tane ayədir. İmam-ı Səccad aleyhisselamdan olunan rivayətdə isə yuxarıda deyilənə, yəni şeytanın Ayet-el Kürsü okunan evə girməməsindən əlavə, Ayet-el Kürsünü okuyan şəxsin özünə və malına heç bir zərər yetişməməsi və heç vaxt Kur'an'ı unutmaması da əlavə edilmiştir. Ayet-el Kürsünü burada mən sizə deyim, yəni birdən oxumaq istəyən olar. Qur'an-ı Kərimdə neçənci ayələrdir, onlar üstə deyirəm. Bəqərə surəsinin, Qur'an oxuyanlar ancaq onu oxuya biləcəkdə 255-ci, 256 və 257-ci 3 dənə orada ayədir. Ayet-el Kürsünün neçə
ayə olmasında bəziləri ixtilaf edir. Yəni, bəzi alimlər başqa deyirlər. Bir dəstə deyir ki, Ayətəl Kürsünün təkcə bir ayədir. Yəni, 255-ci ayə. Bəziləri isə onun 3 ayə, yəni həm 255, 256 və 257-ci ayələri olduğunu iddia edirlər. Lakin ikinci nəzəriyyə daha üstündür. Yəni, 3 dənə ayəni hər halda oxusuz. Yəni, nə qədər ayə çox oxusun, elə savabı olar. Ona görə burada da deyir ki, yaxşı olar gələ 3 dənə ayə oxuyasın. Mən özüm də o təqibatların, zikirlərin deyəndə 3 dənə ayəni oxudum orada. İmam-ı Baqir əleyhissalam buyurmuşdur. Dəstəmaz aldıqdan sonra Ayətəl Kürsünü oxuyan şəxs üçün Allah 40 ilin savabını yazır. Onun mənəvi dərəcəsini 40 dərəcə yüksəldir və 40 huri onun ixtiyarında qoyur. Şeyx Təbərsi Məkarimül Əxlaq kitabında rəvayət edir ki, Peyğəmbər salavatullah yatan zaman Ayətəl Kürsünü oxuyardı və buyurardı ki, Cəbrail əleyhissalam nazil olun, mənə dedi ki, ey Allahın Rəsulü, yatarkən sizi cinlərdən olan bir ifritə seyirləyir. Buna görə yatarkən Ayətəl Kürsünü oxuyun. İmam-ı Sadiq əleyhissalam buyurmuşdur ki, səfərə çıxarkən sədəqə verin, bu Ayətəl Kürsünü oxuyun ki, yollarda, xətalardan, bəlalardan hifz olunasınız. Xüsusən mən özüm maşınla şəhərə gedəndə ya evdən çıxıb bir rayona gedəndə həmişə vərdiş eləmişəm, mən Ayətəl Kürsünü oxuyuram. Səbbahi Həzdə adlı bir səhabə deyir ki, İmam-ı Kazım əleyhissalam buyurardı, səfər etmək istədikdə evinizin qapısının müqabilində durub, üzünüzü tutduğunuz, eləcə də sağ və sol tərəfinizə Fatihə surəsini, Ayətəl Kürsünü və aşağıdakı duanı oxuyun. Dua belədir. Mən bu duanı deməmişəm, bir qədər yavaş deyirəm ki, bilmək istəyənlər, öyrənmək istəyənlər öyrənsinlər. Allahümme məhfizni. Bir də kəlmədir. Allahümme məhfizni. Mı 2 dənədir. Allahümme məhfizni. Vəhfiz ma mə'iyyə və səllimni və səllim ma mə'iyyə və bəlliğ ma mə'iyyə bi bəlağikəl həsənil cəmil. Əgər buna əməl etsəniz, Allah sizi və yanınızdakiləri istər insan olsun, istərsə də qeyri insan qoruyar və məqsədinizə çatdırar. İmam-ı Sadiq əleyhissalam buyurmuşdur, kim səfərdə olarkən hər gecə Ayətəl Kürsü və sonra aşağıdakı duanı oxusa, onun özü və yanındakılar istər insan olsun, istər qeyri insan salamat qalar. Dua belədir. Allahümme cəl məsiri əbrən və səmti təfəkküran və kəlami zikra. Bunu da mən deməmişdim. Burada deyirəm ki, yəni səfərə ya da çıxanda deyib, yəni yola çıxarsın. Məkarimül Əxlaq kitabında rəvayətdir ki, kim gecə qorxsa 10 dəfə Əğuzu bi kəlimatillahi min qəzəbihi və min iqabihi və min şərri ibadihi və min həməzati şəyatini və ən yəhzurun deyib, sonra da ardıca Nas və Fələq surələrini, sonra Ayətəl Kürsünü, sonra da ardınca belə desin, iz yuğəşşi, iki dəşidir, yuğəşşi, kumun nuasu, əmənətən minhu və yunəzzilu əleykum minəs səmai maən liyutahhirəkum bihi və yüzhibə ənkum riczəş şeytani və liyərbitə ələ qulubikum və yüsəbbitə bihil əqdam ayəsini bir də və cəqəlna nəvməkum subata.
ayələrini oxusun. Bu ayələr, bu ki, axırda dedim, və cəqəlnə nəvməkum subata, Nəbə surəsinin 9-cu ayəsidir. Ondan qabaq ki, oxudum, iz yuğəşşi yəkumun nuasu, o da Ənfal surəsi ayə 11-ci ayədir. Oxuyub, öyrənib edə bilərsiniz. Ancaq Nas və Fələq surələri isə Nas surəsi belədir. Bismillahirrahmanirrahim. Qul əuzu bi rabbin nasi, məlikin nasi, ilahin nasi, min şərril vəsvasil xənnas, əlləzi yüvəsvisu fi sudurin nasi, minəl cinnəti vən nas. Fələq surəsi isə belədir. Bismillahirrahmanirrahim. Qul əuzu bi rabbil fələq, min şərri ma xələq, və min şərri qasiqin izə vəqəb, və min şərri nəffəssadi fil üqəd, və min şərri hasidin izə xəsəd. Bunları, yəni, dediyim kimi əmələ gətirirsiniz, görün nə qədər bəlalardan, xətalardan uzaq olarsınız. Eyni zamanda səfərə də çıxanda işləriniz əladan əla olar. Vaxtımız da darusqallaşdı. İndi burada sözümü tamamlayıram. Allaha əmanət olun. Amma hər bir işi görəndə sizdən xahiş edirəm ki, ədalətlə işi görün. Ona görə mən irəlidə sizə dedim ki, bir də görürsən, biri bir dənə dua yazır. Bir dənə duaya 1000 dənə, 2000 dənə, bir də görürsən, bəyənmək gəlir. Mən görün burada sizə nə qədər dualar dedim. İndi görüm siz də elə eləyin ki, ədalətli olsun da bizim işlərimiz. Hələ bundan sonra nə qədər dualar sizə öyrədəcəm, bir olan Allah bilir. Fəqət Allahdan istəyəyin ki, Allah Teala inşallah bizim hamımıza ömür versin, can sağlığı versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allaha əmanət olun.